Page 89, exercise 2. Organize the words below in the circles. Fiilləri düzgün dairələrin içərisində yazmalıyıq. Do you use your hand or foot? Sən bununla əlindən istifadə edirsən, yoxsa ayaqdan istifadə edirik? Yəni, buradakı fiillərə baxaq. Sonra throw atmaqdır. Atarkən əlimizdən istifadə edirik. Ona görə də biz yazmalıyıq throw. Bu hissəyə throw yazmalıyıq. Catch, tutmaq. Bu da təbii ki, əli ilə mümkündür. Ona görə olacaq catch. Walk, gəzmək, onu isə bu hissəyə yazırıq. Run isə qaçmaq. Exercise 3. Match the image with the words in exercise 2. Then listen, check and repeat. Tapşırıq 2-də olan fiilləri şəkillərə uyğun şəkildə yazmalıyıq. Yəni, onları da qeyd edək. Daha sonra isə dinləyib, yoxlayıb və təkrarlayacağıq. Burada topu atırıq deyə bu hissəyə throw atmaq fiilini yazacağıq. Şəkil 2-də gəzməkdir deyə biz bura walk yazacağıq. Şəkil 3-də, şəkil 2 olacaq kick. Topu tutur deyə şəkil 4 olacaq catch. Şəkil 5 isə qaçmaq olacaq run. Use it bölməsinə baxırıq. What sports do you do? Hansı idmanla məşğulsan, onu yazacaqsan. Bu hissədə me yazılan hissədə özünüzü qeyd edəcəksiniz. My partnerdə isə sinif yoldaşınız hansı idman növləri ilə məşğul olur, onları qeyd edəcəksiniz. Exercise 5. Work in pairs. Cütlər şəklində işləyirsiniz. Ask and answer the question. Sual verirsiniz və cavablarınızı qeyd edirsiniz. Yoldaşınıza suallar verirsiniz. Bu şəkildə what sports do you do? Hansı idmanla məşğuldur soruşuruq. I dance, I run, I swim və s. kimi cavablar verəcək və o cavabları verdikcə siz burada düzgün cavabları qeyd edəcəksiniz. Open answer olduğuna görə mən burada nümunə üçün qeyd etmirəm. Siz özünüz sual verib daha sonra cavaba uyğun şəkildə bu qrafiki dolduracaqsınız.